Axşamınız xeyir, xəbər var efirdədir. Xalqımızın bayramını qara gətirən İlham Əliyev bu ildə nənəsinə sadiq qalaraq əhl-əyalını götürüb İçəri şəhər ərazisində düzənlənən ümumxalq bayram şənliyinə qatılıb. O ümumxalq bayram şənliyinə ki, ora əslində ümumilikdə xalqımıza aidiyyatı olan heç 5 nəfər də buraxılmayıb. Nəysə, biz prezidentimizin xalqsız şənlənməyinə onsuz da çoxdan alışmışıq. Ona görə də bu məsələnin üzərində çox dayanmaq istəmirəm və birbaşa keçid alıram prezidentin bayram çıxışına. Əlqərəz İlham Əliyev bulvarda bir xeyli gəzdikdən sonra nəhayət gəlib çatıb Qız Qalasının qabağına. Və burada Artur Rəsizadənin balaca qardaşı olan Dədə Qorqudun xeyir duası ilə tonqala od vurub, başlayıb odla-lovlu çıxış etməyə. O, bu ilki çıxışında da Azərbaycanda keçən illə müqayisədə insanların rifah halının bir xeyli yüksəlməsindən, maaşların, təqaüdlərin dəfələrlə artırılmasından, son bir ildə 40 mindən artıq daimi iş yerinin yaradılmasından, bu ilin ilk 2 ay ərzində 7 xarici ölkəyə səfər etməsindən və ən əsası ermənilərin acından ölməsindən danışıb. Qısası, 15 il əvvəl yazdığı nağılı təzədən cəmaata danışıb. Sonda da deyib ki, narahat olmayın, ermənilər təşviş içindədirlər. Hərbi qüdrətimizin günü-gündən artması bir tərəfdən, Ermənistanda azlıq və səfalətin hökm sürməsi digər bir tərəfdən erməniləri laf girinc qoyub. Odur ki, inşallah biz lazım bilsək, gələn ilki Novruz bayramını xalqımızla birlikdə Şuşada, Laçında qeyd edəcəyik. Amma görünən odur ki, lazım heç bu ildə gəlməyəcək. Gəlsə də İlham Əliyev onu şəxsən qabağına qatıb gəldiyi yerə qədər qovacaq. Niyə? Bax, bu haqda birazdan danışarıq. Hələlik isə ondan danışaq ki, artıq Bakının ən məşhur dükanlarında Ermənistan istehsalı olan məhsullar satılır. Məsələn, üzərinə Made in Armenia yazılan bu məhsulları istənilən Azərbaycanlı paytaxtımızın düz göbəyində yerləşən Park Bulvar və Gənclik Mall ticarət mərkəzlərində fəaliyyət göstərən OVS dükanlarından əldə edə bilərlər. Xatırlayırsınızsa, bir müddət əvvəl şəhərimizin dükanlarında vitrinləri Ermənistandan gətirilən Nutella şokolad yağları ilə bəzənmişdilər. Amma xalqımız hətta bunu da çox ciddi problem saymayıb, hökumətdən də izahat tələb etməmişdi. Ona görə də Həzrəti İlham Əliyev bir müddət sonra Ermənistanın vərəm xəstəliyinə tutulmuş inəklərinin də ətini erməni dostlarından su qiymətinə alıb, Azərbaycanda xalqımıza od qiymətinə satdırmağa başlamışdı. Heç bu məsələ də xalqımızın tükünü tərpətməmişdi, sanki elə-belə də olmalıymış kimi. Yeri gəlmişkən, ona görə məsələ ilə bağlı şəxsən İlham Əliyevi ittiham edirəm ki, çünki ölkəyə onun icazəsi olmadan kimsə Ermənistandan bir çöp belə gətirə bilməz. Əgər geyimdən şokolad yağına, konyakdan, mal ətinə qədər bir çox Ermənistan istehsalı olan məhsullar bu ölkəyə gətirilirsə və gözdən pərdə asmaq üçün olsa belə kimsə cəzalandırılmırsa, deməli bu işdə İlham Əliyevin özünün şəxsən marağı var. Bu öz yerində. Dərd isə odur ki, Ermənistan hökuməti Azərbaycana ixrac etdiyi məhsullardan qazandığı pullarla özünə ən müasir hərbi texnikalar alır. Bu texnikaların sonuncu karvanı isə ötən həftə Rusiyadan Ermənistana yola düşüb və mart ayının 22-sində Gürcüstan ərazisindən keçərək ünvanına yetişib. Bu haqda Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının nümayəndələri məlumat yayıblar. Rusiya nömrəsi 77. Rusiya yazıdır. Üstünü çadırıq var. Üzü Rusiyadan gedir Ermənistana. Bu da dövlərin qaz verdiyi ölkənin. Bizim isə Rusiya tanklarına filana ehtiyacımız yoxdur. Bizim özümüzün Rus tanklarından daha dözümlü tanklarımız var. Bunu isə Milli Məclisin deputatı Yevda Abramov iddia edir. O, Milli Məclisin ötən həftəki iclasında bildirib ki, biz bu günlərdə 84 yaşını qeyd edən baş nazirimiz Artur Rəsizadə ilə 75 yaşlı prezident aparatı rəhbəri Ramiz Mehdiyevlə fəxr etməliyik və onların ətrafında daha da sıx birləşməliyik.
Yəqin Yevda Abramov Artur Rəsailə ilə ona görə fəxr edir ki, o 90-cı ildə Rus qoşunlarını Bakıya dəvət edib, 20 yanvar kimi qanlı bir faciəyə imza atıb. Millətimizin baş bilənlərindən olan bu adam daha sonra bildirib ki, elə vəzifələr var ki, o vəzifələrdə mütləq yaşlı adamlar işləməlidirlər. Baş nazir postu da bu vəzifələr sırasındadır. Yevda müəllim düz buyurur. Məsələn, İtaliyaya, Gürcüstana, Hollandiyaya baxın. Bu ölkələrin baş nazirləri cavan adamdır deyə batıb gedirlər. Amma bir də 84 yaşlı baş nazir olan Azərbaycana, 94 yaşlı baş nazir olan Zimbabveyə baxın. Hər iki ölkədə tank kimi adamların sayəsində hökumət bütün dünyaya meydan oxuyur. Tak demişkən, Yevda müəllim onu da deyib ki, Artur müəllim dünyanın ən güclü tanklarından belə daha dözümlüdür. Onun qədrini bilin, düppədüz. Məsələn, dünyanın ən güclü tanklarının belə istismar müddəti 50-60 ildir. Artur Rəsaidə isə düz 84 ildir istismar edilir. Hələ bundan sonra suyunu, yağını vaxtında dəyişsələr, irəlidə daha 50 il də istismar edilə bilər. Bunu əminliklə deyirəm, zarafat deyil. Adam 84 yaşında ayağa qalxıb parlamentə gəlib hesabat verib. Hə, o başqa məsələdir ki, adam faiz sözü ilə dəfə sözünü səhv salaraq maaşlar təqaüdlər 5-6 dəfə artıb deyib. O da əslində problem ediləcək bir məsələ deyil. Belə baxanda heç xalqımız ümumiyyətlə Artur müəllimdən hesabat olunmur axı. Ağsaqqal kimi ildə bir dəfə gül camalını görsək, yaşadığını bilsək bizə bəsdir. Qubanın Zizik kənd sakini Elçin Fərzəliyev əsgərlikdə qətlə yetirilən oğlunun qanunun batırılacağından narahatdır. Ata bildirir ki, oğlu ötən ilin iyulunda hərbi xidmətə gedib və xidməti borcunu Füzuli rayonunda yerinə yetirib. O, bu ilin 14 fevralında 10 günlük məzuniyyətə buraxılıb və kəndə ailəsinin yanına gəlib. Məzuniyyət müddəti bitən gün anası Pərvizi hərbi hissəyə yola salıb. Bundan 3 gün sonra isə onun atasına zəng gəlib və bildirilib ki, onun oğlu şəhid olub. Səhəri gün Pərvizin nəşi doğulduğu kəndə gətirilib və bu zaman valideynləri övladlarının tabutunun açılmasını tələb ediblər. Lakin hərbi hissə komandiri qanunun buna icazə vermədiyini bildirib, Pərvizi şəhid kimi təntənəli surətdə dəfn ediblər. Bundan 1-2 gün sonra isə həmin komandirlər yenidən Pərvizin atasına zəng edərək, əslində Pərvizin şəhid olmadığını, əsgər yoldaşı tərəfindən öldürüldüyünü bildiriblər. Əsgərin valideynləri deyirlər ki, hazırda faktla bağlı cinayət işi açılıb, amma nə normal istintaq aparılır, nə də Müdafiə Nazirliyi məsələ ilə bağlı bizə konkret bir cavab verir. İndi bilmirik ki, dərdimizi kimə deyək. Bax belə. Əsas odur ki, biz hələ də regiondakı liderliyimizi qoruyub saxlayırıq. Bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən 2 dəfə artıqdır və ən əsası bizim əsgərlərin bitləri Ermənistan əsgərlərinin bitlərini döyərlər. ...32 yaşlı Elnur Həsənov isə deyir ki, onun həm anası, həm də atası vətən uğrunda gedən döyüşlərdə canla başla xidmət edib, sonda qazi olublar. Onun bildirdiyinə görə anası Allahverdiyeva Qüdrət Mürşid qızı 1997-ci ildə Göygöl rayon nümayəndəliyi tərəfindən müharibə veteranı kimi ev növbəsinə yazılıb. Lakin üstündən 20 il keçməsinə baxmayaraq hələ də növbə onlara çatmayıb. Elnur Həsənov deyir ki, bu günə qədər prezidentə, onun xanımı Mehriban Əliyevaya, qızı Leyla Əliyevaya, deputat Qəndər Paşayevaya qədər bütün hökumət rəsmilərinə yüzlərlə, minlərlə məktub yazıb. Amma ortada heç bir nəticə yoxdur. Yəni, belə çıxır ki, bu boyda hökumət bir icra başçısı ilə, bələdiyyə sədri ilə bacara bilmir. Mən Həsənov Elnur Mahaloğlu, Qərbi Azərbaycandan məlum səbəblərə görə 88-ci ildə Keçmiş Xanlar rayonu, indiki Göygöl rayonunda məskunlaşmış. Hər iki valideynim torpaqlarımızın bütövlüyü uğran gedən döyüşlərdə iştirak ediblər. Anam 97-ci ildə müharibə veteranı kimi Keçmiş Xanlar, indiki Göygöl rayon nümayəndəliyi tərəfindən torpaq növbəsinə alınmışdır. Üstündən 20 il ötməsinə baxmayaraq, həmin növbəlik təmin edilmir. Və həmin növbəliyin təmin edilməməsinə maraqlı olan, hal-hazırda bələdiyyəyə verilmiş həmin növbəlikləri təmin etməyə Göygöl şəhər bələdiyyəsinin sədri Hacıyev və Keçmiş Xanlar, indiki Göygöl rayonunun icra başçısı Arif Seyidovun dəfələrlə qəbulunda olsam da, bu məsələnin həllinə getməyə maraqlı deyil. 1000-dən artıq dövlətə, hakimiyyətə, hökumətə,
etdiyi müraciətlər nəticəsiz qalıb. Dəfələrlə Mehriban Əliyevanın qəbuluna yazılsam da, nümayəndəsi Məlahət xanım məni qəbul edir. Yaxşı vədlər versə də heç bir nəticə yoxdur. 2 dəfə İnsan Haqları üzrə müvəkkilin şəxsən özündən görüşmüşəm. O da hər 2 dəfə də yaxşı vədlər versə də heç bir nəticə yoxdur. Dəfələrlə İnsan Haqları müvəkkilinin nümayəndələrinin qəbulunda olmuşam. Mən deyərdim bəlkə 100-dən artıq. Zeynal Nəğdəliyevin qəbuluna dəfələrlə yazılsam da nümayəndəsi qəbul edir. Heç bir nəticə yoxdur. Prezidentin icra aparatının hüquq və təhlükəsizlik şöbəsinin rəisi Fuad Ələsgərovun qəbuluna da son 1 ildə ən azı 5 dəfə yazılsam da Ələsgərovun özü qəbul etmir, nümayəndələri qəbul edir. Oradan yazıldığımız aidiyyatı üzrə Baş Prokurorluğa və Ədliyyə Naziri Fikrət Məmmədovun qəbuluna yazılırıq. Amma həmin qəbulda baş tutmur. Avqust ayının 22-sində keçən ilin Fikrət Məmmədov Göygöl şəhərinə gəlsə də, orada 200-dən artıq 3 rayonun sakinini aldadaraq 3-4 nəfəri qəbul etmiş və sonra Heydər Əliyev mərkəzini tərk etmişdi. Buna baxmayaraq, mən gəldim Heydər Əliyev mərkəzindən çıxaraq, gəlirdim rayonun mərkəzinə doğru. Gəldim, gördüm ki, Fikrət Məmmədovun avtomaşını Göygöl rayon məhkəməsinin qarşısında durub. Mən gözlədim. Fikrət Məmmədov məhkəmədən çıxanda Fikrət Məmmədova müraciət elədim. Hörmətli Fikrət müəllim, məni zəhmət olmasa qəbul et. Fikrət Məmmədov mənim yanıma bir general göndərdi. Həmin general mənə yaxşı vədlər versə də, hələ heç bir nəticə yoxdur. Həmin general da Fikrət Məmmədovla birgə avqustun 22-sindən yoxa çəkilibdir. Və bunu da qeyd edim ki, Milli Məclisin bir dəfəyə 30-dan artıq millət vəkilinə müraciət etmişəm. Heç bir nəticə yoxdur. Dəfələrlə Qəndirə Paşayevə müraciət etmişəm, heç bir nəticə yoxdur. Milli Məclisdə insan haqları tapşırılan Yevda Abramoviç var. O Yevda Abramoviçə heç o vəzifə yaraşmır. Ziyafət Əsgərova dəfələrlə müraciət etmişəm, rəsmi qaydada heç bir nəticə yoxdur. Deputatımızı Rövşən Rızayevi unutmuşam. Rövşən Rızayev adlı biz deputat seçməmişik. O hansı yollarla seçilibdi 2005-ci ildən bəri mənə bəllidir. Göygöl şəhər bələdiyyəsinin sədri Mikail Hacıyev hansı yollarla seçilibdir. O da mənə bəllidir. Ona görə də bu hakimiyyətin millətə etdiyi əzab, zülmət budur, bundan ibarətdir. 1000-dən artıq müraciətə bu ölkədə baxılmır. İlham Əliyev hakimiyyəti yatıbdır. İlham Əliyev hakimiyyəti əgər öz atasına hörmət qoyursa, öz atasının partiyasının partiya xidmətçisinə verdiyi zülm budur. Arif Seyidovla bazara bilməyən ölkə rəhbərinə nə deyək? Müharibə veteranına verilən qiymət budur. İlham Əliyev dəfələrlə deyib ki, veteranlara, əlillərə qayğını artırın. Amma yerlərdə icra başçıları və onlara tabe qurumlar, veteranları və ailə əlilləri bir-bir itirdikcə onlar sevinirlər ki, rayonda hər hansısa bir qayğı azaldı. İlham Əliyev hakimiyyətinin icraçı katibi olan partiyasının Əli Əhmədova dəfələrlə telegramla müraciət etmişəm. Məni qəbul etsin, mənim problemlə yaxından maraqlansın, maraqlanmır. Mehriban Əliyevaya dəfələrlə telegramla müraciət etmişəm, məktubla etməkdən bezmişəm. Leyla Əliyevaya müraciət etmişəm, heç biri məni qəbul edin, mənim bu problemimi həll etmir. Bu torpağın mahiyyəti bir şey olmasa da, mən bu ölkədə veterana əllə qoyulan hörməti, izzəti üzərə çıxartmaq üçün bunu qeyd edirəm ki, hərracdan kənar yolla torpaq 830 manat olduğu təqdirdə hərrac yolu ilə 1300 manatdır. Azərbaycan veteranının qiyməti cəmi 500 manat yoxdursa, 500 manat deyilsə, bu İlham Əliyev hakimiyyəti bu veterana əllə necə qiymət qoyur? Bu Qarabağ torpağını biz necə azad edəcəyik? Bu Qarabağ torpağını bu 500 manat dəyəri olmayan veteranların balası böyüyür. Bizlərin öhdəsinə düşür bu Qarabağı azad etmək. Biz bunları görəndən sonra Qarabağı azad etməyə irəli addım atacağıq mı? Bunların hamısına İlham Əliyev niyə göz yumur? 500 manat mahiyyəti olmayan torpağı, veteranını əsirgən devlətin torpağını kim qoruyar? O torpaq ki, o vətəndaşa lazım deyil. O torpaq ki, o vətəndaşın istifadəsinə yaramırsa, o torpağı o vətəndaş niyə qorumalıdır? O torpağın uğrunda niyə qanını töyməlidir ki, Şəmistan əl zamanlı kimilər də gələ şəhidlərimizin qapısında deyə ki, vətən sağ olsun. Vətən hansı şəkildə sağ olsun ki, vətəndaşa qiymət verilmir? Bu torpaqları
vətəndaşa əsirgəyirlər. Hansı ki, səngərlərdə can qoyan Azərbaycan qadını ailəsinə bu gün o torpaq əsirgənir. Nəyə görə? 500 manata görə. Arif Seyidov, sən o 500 manatları kimlərdənsə rüşvət gözündə alırsan. 5000 manatları, 50.000 manatları rüşvət gözündə almağına baxmayaraq, mən o 500 manatdan da artıq vəsait töymüşəm. Budur, baxa bilərsiniz. Telegramlara, məktublara verdiyiniz cavablar budur. Hamısı baxılması üçün Arif Seyidovun üstünə göndərilir. Arif Seyidov isə bu hakimiyyətə nifrətim böyükdür. Bu hakimiyyət xalqla oynayır. Bu hakimiyyət dəfələrlə çıxıb desə ki, biz xalqla bir yerdəyik. Yalandır. Əbülfəz Əliyev xalqın içindəydi. İndi oğlu İlham Əliyev xalqdan gizlənsə də, atası Heydər Əliyev həmişə xalqın içindəydi. Atası Heydər Əliyevin verdiyi müvafiq fərmanlar hələ də icra edilmir. Atası Heydər Əliyevin partiyasının üzvünün torpaq növbəsi hələ də həllini tapmır. 20 ildən artıq bir vaxt keçibdir. Əli Əhmədova buradan müraciət edirəm. Əgər Heydər Əliyev siyasətinin davamçısınızsa, əgər Heydər Əliyev siyasətiyəm deyib öndə durursansa, Heydər Əliyevin yaratdığı partiyanın icraçı katibsən. Xahiş edirəm, məni qəbul et, mənim problemimə əncam çək. Əgər mümkün varsa, Mehriban Əliyeva da həmin fondun rəhbəridir, o da məni qəbul etsin və mənim problemimlə yaxından üzləşsinlər və görsünlər buradakı kiçik bir məsələni Arif Seyidov niyə böyüdüb bu qədər bir qazandan daşırıbdır. Və yenə müraciətim budur ki, xalqıma, əziz xalqım, əgər mənə hər hansısa bir təzyiq göstərilərsə, bilin ki, bu Əliyev hakimiyyətinin zəifliyindən irəli gəlir. Bilin ki, bu Əliyev hakimiyyəti xalqından qorxur, bu gün 5-10 nəfəri tutub içəri verməklə heç bir nəticə əldə edə bilməyəcək. İlham Əliyevin yerlərdə göstərdiyi xalqa xidməti görürsünüz. Mən də bu xalqın bəla çəkən bir vətəndaşıyam. 32 yaşım var. Hələ heç bir uğurum, nailiyyətim yoxdur. Budur Əliyev hakimiyyətinin gələcəyi. Heç maddi imkansızlıqdan heç ailə də qura bilmirəm. Xəzər isə gənc insanların canını almaqda davam edir. Belə ki, mart ayının 20-sində Qum adasında yerləşən Bahar Əməliyyat Şirkətinin 409-cu özlüyündə qəza baş verib. Nəticədə yüksəklikdə işləyən fəhlələr suya yıxılıblar. Onlardan biri ölüb, daha ikisi xəstəxanaya yerləşdirilib. Neftçilərin hüquqlarının müdafiə təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə deyir ki, bu işçilərin bayram günü orada işlədilməsi özü qanun pozuntusudur. Digər bir qanun pozuntusu onunla bağlıdır ki, qəza baş verən özüldə ümumiyyətlə insanlar əmək müqaviləsi olmadan işlədiliblər. Martın 20-sində gecə saatlarında Qum adasında yerləşən Bahar Əməliyyat Şirkətində qəza baş verib. Əməliyyat şirkətinin 409-cu özülündə işləyən fəhlələr hündürlükdən yıxılıblar. Hadisə barədə Meydan TV-yə şirkətin əməkdaşları məlumat veriblər. Məlumata görə qaynaqçı Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Ayaz Məmmədoğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb, 2 nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib. Yaralananlardan biri 1977-ci il təvəllüdlü Faiq Vəloğlu Həsənovdur. Onun burun və qolunun qırıldığı bildirilir. Məlumatı Meydan TV-yə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da təsdiqləyib. O, təşkilata bu barədə məlumat verildiyini bildirib. Stat: Bizdə olan məlumata görə Ayaz adlı qaynaqçı özülün dəliyindən dənizə düşüb. Bu zaman aldığı xəsarətdən dünyasını dəyişib. Digər şəxslərin olması barədə xəbərlər gəlir. Dəqiqləşdirmə aparılır. Statın sonu. Bayram günləri olduğundan Bahar Əməliyyat Şirkəti ilə əlaqə saxlamaq mümkün olmayıb. Şirkət əməkdaşlarının bayram günlərində işləməsinə gəlincə Mirvari Qəhrəmanlı bunu hüquq pozuntusu kimi dəyərləndirir. Mənim bildiyim qədər Qum adasının işçiləri deyirlər. Aldığım məlumata görə həmin insanlar podrat müqavili ilə işləyirlər, muzlu işçilərdir. Çoxsunun əmək müqavilələri yoxdur. Bildiyim qədər orada elə Qum adasında deməli butkada işçilər üçün ayrılmış butkada şəraitsiz bir yerdə işləyirlər. Orada çox dəhşətlidir. İş şəraiti də işçiləri çoxsunun əmək müqaviləsi yoxdur. Bayram günü işləməməlidir. Əgər işləyirlərsə, işçinin öz razılığı ilə, həmkarlar təşkilatının razılığı, özlərinin yazılı razılığı əsasında 2 qat ödənişlə olmalıdır. Və bu işçiləri bayram günü işlətmək bir növ cinayətdir. Və onlar məsuliyyətə cəlb olmalıdır. İnsanlar üçün normal iş şəraiti yaradılmır. Kökündə korrupsiya durur. Nəyə görə deyirəm korrupsiya? Estakadalar uçur,
onlara ayrılan vəsait hara xərclənib, onun informasiyası yoxdur. Deməli, plaşatkalar dənizin dibinə gedir. Niyə gedir? Onların yoxlayan varmı ki, bunlara dekretlə ad verilmiş? İşçilər üçün sağlam iş şəraitinin yaradılmamasıdır. Məsul hadisə baş verəndə məsul şəxslərin cəzalanmamasıdır. Cəzasızlıq sindromu isə cinayətin inkişafına təkan verir. 2006-dan bəri bir kəs işdən çıxarılıbmı? Bir kəs cəzalanıbmı? Qohum əqraba şəbəkəsi hansı ki Azneft İstehsalat Birliyində qohum əqraba şəbəkəsinin biri də olsa aşağı vəsiyyəyə keçirilibmi? Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi beynəlxalq təşkilatı Azərbaycan məmurlarının da içində olduğu 56,8 milyon dollarlıq beynəlxalq korrupsiya qalmaqalının izinə düşüb. Təşkilatın reportyorları rüşvət skandalında adı keçən Azərbaycan şirkəti Transsignal Rabitə MMC-nin rəsmi qeydiyyat ünvanına və onun sahibinə baş çəkiblər. Transsignal Rabitə MMC 2013-cü ilin əvvəllərində Azərbaycanda dəmir yollarından 340 milyon dollarlıq kontrakt əldə edən İsveçin nəhəng mühəndislik şirkəti Bombardier və onun Rusiya filialı ilə konsorsium formalaşdırıb. Nəhəng proyekt Asiya ilə Avropanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin 503 kilometrlik Bakı Böyük Kəsik dəmir yolunun siqnalizasiya avadanlıqlarının quraşdırılmasını nəzərdə tutur. Fiber optik kabellərinin və siqnalizasiya avadanlıqlarının quraşdırılmasını öhdəsinə götürən Transsignal Rabitə MMC-nin sövdələşmədə payı 44 milyon manat, o vaxtki məzənnə ilə 56,8 milyon dollar təşkil edib. Firmanın Azərbaycan hökuməti ilə siyasi bağları, Kanada, İsveç, Rusiyanın tanınmış firmaları ilə əlaqələri var. Kağız üzərində şirkətin sahibi Bakıdan xeyli uzaqda, Füzuli rayonunun kəndlərindən birində yaşayan 44 yaşlı elektrotexnik və iki uşaq atası Elxan Əliyevdir. Qapısının ağzındakı beşdə su isidən, arxa həyətində toyuqları qıqqıldayan, inəklər otlayan Elxan Əliyevin kasıb kənd evini görəndə bu rəqəmlər inanılmaz görsənir. Reportyorların evə ziyarəti zamanı Elxanın anası qapını açıb və deyib ki, o hazırda yerli tibb mərkəzində işlədir. Elxan onun qurucusu olduğu güman edilən multimilyon dollarlıq sövdələşmələr həyata keçirən kampaniya barədə heç bir məlumata malik olmadığını bildirib. Mənə yaxın bir insanın məsləhəti ilə şirkət açdım. Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi təşkilatı ilə qısa telefon danışığında o belə deyib. Düzünü desəm, mən sadəcə şirkətin qurucusuyam. Şirkəti idarə edənlərlə heç bir əlaqəm yoxdur. Bu haqda heç nə danışa bilmərəm. Mən axı heç nə bilmirəm, deyə Elxan Əliyev əlavə edib. Transsignal Rabitənin arxasındakı real güc bu işi düzüb qoşan və bundan varlanan şəxslər gizli saxlanılır. Şirkətin daxili hesabatlarının mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsinin jurnalistləri tərəfindən incələndiyi zaman məlum olub ki, şirkətin Azərbaycan dəmir yollarının vəzifəli şəxsləri ilə sıx əlaqələri var. Şirkətin Bombardierin tender təşrifinə daxil edilməsi Azərbaycanlı rəsmilərin təklifi əsasında təşkil edilib. 340 milyon dolların 56,8 milyon dolları Azərbaycan məmurlarına ad-qat ötürülüb. Bombardierin Moskva ofisinin direktor müavini Pavlov Azərbaycan rəsmiləri ilə gizli anlaşmaya girdiyi və tender udmağa görə rüşvət verdiyi üçün 2 həftə əvvəl Stokholmdə həbs edilib. Bombardierin daha 2 əməkdaşı istintaqa cəlb edilib. Transsignal Rabitə MMC Azərbaycan hökuməti ölkənin dəmir yolu sisteminin əsaslı təmirini planlaşdırdığını rəsmi olaraq açıqladıqdan sonra 2008-ci ilin aprelində bir neçə gün ərzində yaradılıb. Bundan sonra Azərbaycan Dəmir Yolları geniş dəmir yolu infrastrukturu proyektləri üçün Dünya Bankından ilk dəfəyə 670 milyon dollar, ümumilikdə təxminən 2 milyard dollar borc alıb. 100 milyonlarla dollar isə Azərbaycan hökuməti və SOCAR-dan alınıb. Bombardierin tender təqdimatında Transsignal Rabitə MMC güclü biznes tərəfdaşı kimi təsvir edilib. Təqdimatda deyilir ki, şirkətin Bakı ofisi ixtisaslı işçiləri Azərbaycan və Gürcüstanda həyata keçirilən siqnalizasiya işlərində təcrübəsi var. Amma bu sövdələşmədən qabaq Transsignal Rabitə MMC-nin adı heç bir kütləvi informasiya vasitəsində alınmayıb. Reportyorlar şirkətin nə vaxtsa tenderə müraciət etdiyi və ya qalib gəldiyinə dair dəlil tapa bilməyiblər.
Şirkətin nə veb saytı, nə əlaqə məlumatı yoxdur. Mütəvəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsinin reportyorları şirkətin ofisini tapmaq və onun rəsmiləri ilə görüşmək ümidi ilə Lökbatan yaxınlığında 28 may küçəsində yerləşən Transsignal rabitənin Bakıdakı rəsmi qeydiyyat adresinə gediblər. Onlar eyvanlardan qurumaq üçün paltarlar asılan köhnə bir binaya gəlib çıxıblar. Bura isə heç də 56,8 milyon dollarlıq tenderi alan şirkətin ofisinə oxşamır. 14 ildir bu ünvanda yaşayan Evdar qadın deyib ki, poçtalyan bəzən onun mənzilinə Transsignal rabitəyə ünvanlanan məktublar gətirib, amma o bunları götürməkdən imtina edib. Qadının bu şirkəti kimlərin idarə etməsi və bu şirkətin onun ailəsi ilə aidiyyatı olması haqqında heç bir fikri yoxdur.